Biz əvvəldən belə bir məsələ tətbiq elədik və elan da elədik buradan ki, hətta hakimiyyət adamları gəlsə belə, hakimiyyət öz casuslarını bura soxsa belə Milli Müqavimət Hərəkatına, biz onu heç bir tərəddüd etmədən bu qruplardan çıxaracağıq. Və yəni bizim içərimizdən çıxardacağıq, kənarlaşdıracağıq. Və soxulmuş insanları biz buradan öz sıralarımızdan uzaqlaşdırdıq və uğurlara nail olduq, dəyərli dostlar. Uğurlara nail olduq və sıralarımıza demək olar ki, soxulmuş insanları zaman-zaman çıxartdıq, rədd elədik və ona görə də Milli Müqavimət Hərəkatı bu qədər uğurlu oldu. Bəzən bizim bəzi üzvlərimizlə bağlı sadəlövhdülər deyirlər, sadədlər deyirlər, nə bilim mən, ağzının sözünü bilmirlər deyirlər, danışmağın nə danışdığını bilmir deyirlər. Bəli, belələri də var, çünki biz cəmiyyətik. Cəmiyyət və biz xalqıq. Xalqın içərisində ağıllı insanlar da çoxdur, danışığını bilməyənlər də çoxdur, akademik səviyyədə danışanlar da çoxdur, hər cür insanlar var. Amma yadınızdadırsa biz dəfələrlə sizlərə deyirdik ki, bizim qarşımızda hakimiyyət var, bizim qarşımızda müxalifət yoxdur. Müxalifət isə zaman-zaman bizim bu çağırışlarımızdan nat olurdu və bizə qarşı addımlar atırdı. Biz də bildikcə bunu qarşısına dururuq. Bəzi hallarda görməzdən gəlirdik, bəzi hallarda qarşısına dura bilirdik. Bəzi hallarda açıqlayırdıq ki, filan kəslər deyə ad çəkirdik ki, bunlar hakimiyyət tərəfindən bu partiyaların içərisində yeridilmiş insanlardır. Adlarını da çəkirdik. Amma inanmırdılar bizə. İnanmırdılar. Niyə inanmırdılar? Çünki görmürdülər belə şeyləri. Partiya rəhbərləri görmürdülər. İndi bugün partiya rəhbərlərindən biri Əli Kərimli həbsdədir. Həbsdə onun üzünə duran şəxslərdən biri və birincisi vaxtilə bizim ünvan göstərdiyimiz şəxslərdən biri, dəyərli dostlar. Və bugün Əli Kərimli ilə bərabər həbs olunan şəxslərdən biri də bizim vaxtilə ünvan göstərdiyimiz insanlardandır. Hakimiyyət çox şirin şeydir, dəyərli dostlar. Hakimiyyət o qədər şirin şeydir ki, tarixi filmlərə baxanda, tarix oxuyanda görürsən ki, hətta padişahlar öz oğullarını, öz qardaşlarını, öz atalarını belə öldürürlər və yaxud da ki, hakimiyyətə gəlmək üçün hakimiyyətdə olan atalarını, qardaşlarını, babalarını belə öldürüblər. Hətta bir dövrlərdə belə bir qanun da qəbul ediblər ki, əgər hakimiyyətə iddialı kimsə ola bilərsə, baxmayaraq ki, o sənin əleyhinə fəaliyyət göstərmir, onları belə aradan çıxartmaq, yəni edam eləmək, öldürmək və məhv eləmək. Yəni bu bir qanun şəklini almışdı. Qədim filmlərə baxanda görürsünüz. Bu filmlərdə özünü göstərir, amma elə hesab edirəm bu filmdə belə bir şey yoxmuş, yox, varmış. Həyatda belə şeylər varmış. Və bu hakimiyyət də, Azərbaycan hakimiyyəti də bacardığı qədər müxalifət düşərgəsinin ətrafına öz casuslarını yerləşdirib. Bunu niyə görmürdü bizim müxalifət rəhbərləri? Bilmirəm. Görürdü, görmürdü, vəziyyətdən çıxa bilmirdi, yoxsa nə idi? Hətta muavin vəzifələrinə qədər gətirib qoyurdular. Məsələn, Razi Nurullayev. Razi Nurullayevi heç yerdən gətirib özünə muavin qoydu. Bilmirəm, təzyiq vasitəsi idi, bilmirəm, nə idisə, sonraki bu vəziyyəti özünüz görürsünüz. Hər halda hakimiyyətin, Razi Nurullayev kimi adamların hakimiyyətin adamı olmasını hər kəs bilir. Amma çox rahatçılıqla gəlib Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrin muavini olmağa qədər içəri girə bilir. Mən bu insanların ünvanını biz göstərdikcə bizə qarşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının içərisindən düşmənçilik hissləri artırdı və bizim kanalımızı vururdular, bizi təhqirlər eləyirdilər, nə bilim mən nələr və bu şəxslər kimlər idi? Və bu şəxslər də həmin o şəxslərin vasitəsilə gətirilmiş və yaxud da o şəxslər vasitəsilə digərləri gətirilmiş, yəni hakimiyyət adamları gətirilmiş, bilmədən, bilərəkdən, ya bilmərəkdən, bilmirəm. Amma gətirilmiş insanlar idilər ki, bizləri hər yerdə təhqir edirlər. Şəxsən mənim şəxsiyyətimə qarşı hücumlar təşkil edirlər və Abamediya qarşı, müqavimət etməyə qarşı hücumlar təşkil edirlər. Mən bunların hamısını görürdüm, dəyərli dostlar. Çünki nə qədər olmasa həyat təcrübəmiz var, siyasi təcrübəmiz var.
Mən özümü böyük siyasətçi hesab eləmirəm. Mən özümü ümumiyyətlə siyasətçi hesab eləmirəm. Mən sadəcə siyasətin içərisində olmuş təcrübəli bir adam hesab edirəm özümü. Və 1988-ci ildən bu günə qədər hər kəs mənim keçdiyim yolu bilən insanlar, tanıyan insanlar hər biri bilirlər ki, mən heç bir zaman büdrəməmişəm bu yolda. Heç bir zaman xəyanət eləməmişəm. Heç bir zaman heç bir xəyanətin içində olmamışam. Əgər hər hansı xəyanətkarlarla addım atmışamsa belə, bunu məqsəd yönlü şəkildə atmışam, məqsədə çatmaq üçün atmışam mən bunu. Amma biz deyəndə ki, Xalq Cəbhəsinin içərisində və ya digər partilərin içərisində bu casuslar yerləşdirilir. Zərbə görürdük. Bu zərbələri də məmnuniyyətlə qəbul edik. Niyə? Çünki bildik ki, bu keçici prosesdir. Mən burada Əli Kərimov və ya Əli Kərimov deyəndə inciyirlər dostlar. Əli Kərimli. Əli Kərimli həbsdədir deyə mən bunu demirəm. Sadəcə bunu deməyi özümə borc bilirəm ki, dostlar, ayıq olaq, oyanaq. Bizim başımızı ayrı-ayrı yerlərdə kəsirlər. Bizi bir-birimizdən ayırıb kəsirlər. Təbii ki, Xalq Cəbhəsinin içində 95% ləyaqətli və qeyrətli insanlar var. Amma 5% də casuslar var. İstənilən təşkilatın içərisində var. Amma bunları müəyyən elədikcə təmizləmək lazımdır.